2026-cı il 5 iyul İkinci və üçüncü qrupların bildiyiniz kimi blok imtahanının ikinci mərhələsi, ikinci cəhd imtahanı həyata keçirilmişdir ki, üçüncü qrup tarix suallarının gəlin izahı ilə vaxt itirmədən tanış olaq. 31-ci sualda bizə xəritə təqdim olunmuşdu. Deməli, burada qeyd olunubdur ki, komendantlara aid doğru fikirləri müəyyən edin. 1804-40 aralığı və 1 ilə 3 ərazisinə Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyanların baş verməsi. 1 Lənkəran, 3 Şəki bölgəsi, birinci uyğunluq doğrudur. 1 və 2 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. 1 Lənkərandır 1826-da təşkil edilib. 2 Qarabağ bölgəsi 1822-də təşkil edilib. Cavabımız 1-2, 31-də D bəndi olur. Digərlərinin niyə yanlış olduğunu deyim. Kürəkçay müqaviləsini demək ki, Şamaxı imzalamıyor. Şamaxı ona bənzər imzalayıb. Bu ona görə səhv olur. Müəyyən müddət Dərbəndin tərkibində olmuşdur. Yenə burada Şamaxı verilibdir, Qarabağ verilibdir. Tam əlaqəsizdir. Dərbənd quberniyasının tərkibində Dərbənd və Quba daxil idi. Bu qeyd edeyim ki, C variantının düzgün cavabları olacaq. 32-ci suala baxırıq. Bu da növbəti düşündürücü sual idi. Ümumilikdə imtahan rahat olubdur. Qeyd eləyək, birinci şans imtahanına nisbətdə müəyyən qədər bəzi suallar. Hər bir halda sonda fikrimizi bildirərik. Sualların izahı ilə tanış olaq. Azərbaycan Respublikasından söhbət gedir, yəni 1991, hansı ki 5 fevraldan etibarən Azərbaycan SSR Azərbaycan Respublikası adlanmağa başlandı. 90-cı illərin əvvəlləri Naxçıvandan Sovet sosialist sözünün götürülməsi bu 1990-dır. Azərbaycan Respublikasının mövcudluğu dövrünə düşmür. Azərbaycanda Sovet hakimiyyət dövrünə düşür. Bir olan uyğunluqlar yanlış olurdu. 21-ci əsrin ilk 10 illiyi bütün çadır şəhərçiləri ləğv olunur. 2007 21-ci əsrin ilk 10 illiyinə düşür. İkinci uyğunluq doğrudur. 21-ci əsrin 10-cu illəri, yəni 2010-19 aralığı Qarabağ Dirçəliş Fondunun yaradılması yanlışdır. Vətən müharibəsindən sonraya düşür. Üçüncü uyğunluq da yanlış olur. Demək ki, bu arada 2-4 uyğunluğu doğru olur. Şuşada 2022-də Dünya Azərbaycanlarının qurultayı keçirilmişdi. 2 və 4 uyğunluğu cavabımız olur C bəndi 32-ci sualda. Mehranilər sülaləsinin hakimiyyət dövrü 630-705-ci illər. Ərəblərə qarşı Azərbaycanın cənubda üsyanın baş verməsi doğrudur. Hansı ki, bu 644-45-ci illərdə Xəlifə Osmanlı qoşunları tərəfindən yatsıdırılmışdı. Cavab olur A. 3-cü Mömin Vatikan xristianlığı yayması 5-ci əsrin ikinci yarısı, Xürrəmlər Hərəkatına rəhbərlik eləməyə başlaması 816, maarifçilik 3-cü əsr, Amid döyüşü 359. Demək 33-də A bəndə uyğun gəlir. 34-də baxırıq 10-cu əsrin ikinci yarısında yaranan bu dövlətin paytaxtı Şəddadidir. Gəncədir, yəni daha doğrusu deməli burada Şəddadilərdən söhbət gedir. Şəddadidən fərqli olaraq Salarilərə aid xüsusiyyətlər. Deməli 11-ci əsrdə süquta uğrayıb Şəddadilər. Salarilər 981-də süquta uğrayıb, bir yanlışdır. Gürcülərlə mübarizə bu ortaq fikirdir. 1-2-ni çıxdıq, 3-4 doğru fikir olur. Salarilərə aid C bəndi. 1955-67 aralığındakı dövrə aid olan düzgün ifadələr demək. Böyük sıçrayış planı 1966-76 aralığında olubdur. Daha doğrusu mədəni inqilab idi. Böyük sıçrayış 58-61, biri qeyd eləmək olar. Falkland böhranı 1982 yanlışdır. Avropa İqtisadi Birliyi 1957 doğru olur. Ərəb baharı 2010 yanlış olur. Körfəz müharibəsi 90-91 yanlış olur. 1-3 bu dövrə aid olan ifadələr idi. O da C bəndində olur. Makedoniyalı İskəndərin hakimiyyət illəri, yəni Makedoniya hökmdarından söhbət gedir burada. Qeyd edeyim ki, Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması atası 2-ci Filipin hakimiyyət dövrünə aiddir. Bizdən də səhvləri istəyir. Demək, biri qeyd eləmək olar. Makedoniyanı imperiya çevirən İskəndər olmuşdu. Bu onun hakimiyyətinə aiddir. Əhəmənilərin süquta uğralılması İskəndərin hakimiyyət illərinə aid olur. 2-3 çıxdıqda da 1-4-5 olur. Makedoniyalı İskəndərə aid olmayan fikirlər demək 36 olur. B. 37-ci sual 19-cu əsrin 50 və 70-ci illərinə aid oxşar cəhətlər. Azərbaycanın Qafqaz canişinliyinin tərkibində olması bu doğru fikirdir. 1844-83 aralığında biri qeyd eləmək olar. Yeni quberniyaların yaradılması. 1859-da Bakı quberniyası var. Amma 70-ci illərdə hər hansısa bir yeni quberniya yoxdur. Kəndlərdən hərbi vergi 1887-dən toplanır. 50-70-ci illərdə yoxdur. Neft emal edən zavodların tikilməsi. Bunu təbii ki qeyd eləmək olar. 50-ci illəri soruşası olsanız, təbii ki 1859-dakı Suraxandakı zavoddan söhbət gedirdi. Demək 1-4 B variantı olur 37-də. 38-ci suala baxırıq. 14-cü əsrin 1-ci yarısında nələr baş veribdi? Dərbəndilər sülaləsi 1382 14-cü əsrin 1-ci yarısına düşmür. Birləri çıxdıq. Bizdə burada 2-5 hazır cavab kimi ortaya çıxır. Bir dənə 3-ə baxırıq. 100 illik müharibənin də başa çatması hansı ki 1453-dür. Demək 3 də səhvdir. 2-4-5 B bəndi olur. 39-da bizə doğru cavab lazım idi. Osmanlı Konstantinopolu tutdu 1453-də. Ağqoyunlu dövləti Qara dənizə çıxışı itirdi. Fikri yanlışdır. Əvvəla Qara dənizə çıxışı itirib Ağqoyunlular 1461-də. Orada da dövlət deyildilər. Şirvanşah İbrahim Qızıl Ordu Toxtamışla ittifaqa daxil olması. Belə bir fikir yoxdur. O Əmir Teymurla ittifaqlı olub. Sərdurud döyüşü 1408 Qaraqoyunlular qalib gəlir. Teymurlərin Azərbaycan cənubunda
hakimiyyətlərinə son qoyulur, Teymurilər qovulur, C bəndi olur. Həsən Otluqbeyli də qalib gəlməyibdir. Cahan Heratı tutub Teymurləri süquta uğratmayıbdır. Keçirik 40-cı suala. Sadə və işlənmiş suallardan biri topluda da rast gəlmək olar. 2-ci İrakli və İbrahim Xəlilin Gəncəyə yürüşünün nəticəsində 1780-ci ildə Gəncədə 2 hakimiyyətlik yaranır. 1780-83-cü illərdə 40 olur D. 41-ə nəzər yetiririk. Bizə doğru cavab lazımdır. Deməli, İpək yolu əhəmiyyətini itirdi və beləliklə Səfəvilər dövlətinin iqtisadi tənəzzül baş verdi. Bəli, bu coğrafi kəşflər nəticəsində olmuşdu. Səfəvlərə mənfi təsir göstərmişdi. A bəndi doğru fikir olur 41-də. Yanlışları da qeyd edeyim bu arada. Stepan Razinin Dərbənddən Gilana qədər yaşayış məntəqələrini qarət etməsi hərbi münaqişəyə səbəb olmur. Əksinə ruslar Stepan Razini cəzalandırır. Səfəvlərdə idarəçilikdə irsiliyin olması Qızılbaşların mövqeyini zəiflətdi fikri yanlışdır. Yenə də Qızılbaşlar hakimiyyətdə mübarizə aparırdılar və orada yəni aktiv rol oynayırdılar hakimiyyətdə. Şimali Qafqazda Rusiya qalalar inşa elədi. Nəticədə Xəzəryanlı torpaqların hamısı işğal olundu fikri yanlışdır. Bu 1653-62-də olubdu və Şah II Abbasın əmri ilə o qalalar dağıdılıb, münaqişə baş verib və bu məsələ Səfəvilərin xeyrinə həll olubdu. Yəni ruslar Xəzəryanlı torpaqları tutdu məsələsi yanlışdır. Hindistana dəniz yolu kəşf olundu. Volqa-Xəzər ticarət yolu əhəmiyyətini itirmir. Əksinə Volqa-Xəzər yolu öz əhəmiyyətini daha da artırırdı. 42-yə baxırıq. Təkrar düşmüş suallardan biri. Şimali və Cənubi Azərbaycan mədəniyyətinə aid oxşarlıq 20-ci əsr gördünüzdə. Görsəz əgər qəzet, jurnallar, satirik mətbuat olur cavabımız. 43 yeni və maraqlı tipli bir sual idi. Verilənlərlə bağlı, yəni həmin o təqdim olunan dövlətlərlə bağlı doğru fikir hansıdır? Burada deməli C və D bəndləri qeyd olunubdur. Yəni birinci Göytürk və Uyğur Çin üzərinə uğurlu iş eləyib. Deməli bir uyğunluğu doğrudur. İkinci bənddə A, B və C qeyd olunubdur ki, Bizansla diplomatiya əlaqəsi olubdur. Albaniyanın olub A düzdür. Avropa Hun dövlətinin olub B də düzdür. Birinci Göytürk dövlətinin olub C də düzdür. Deməli bir iş uyğunluğu doğrudur. Yanlışları da bildirim. Aşina türk soyu Avropa Hun dövlətini idarə eləməyibdir. 3 uyğunluğu yanlış olur. Sasanilərə qarşı müharibə aparıb qalib gəliblər. Ərəbləri başa düşdük E bəndini. Birinci Göytürkdə başa düşdük. Avropa Hun nə əlaqə Sasani ilə mübarizəsi? Demək 3, 4 variantlarına çıxdıqda 1-2-də belə əldə edə bilərdik. Gəldik 20-ci əsrin əvvəllər Azərbaycan tarixinə. İqtisadi böhran nəticəsində təmərküzləşmə artır, bir doğrudur. Neft sənayesində ilk insarların yaranması 19-cu əsrin sonlarıdır. Hərrac yolu ilə satış 1872-dir, əlaqəsizdir. 3 uyğunluğu doğrudur və bu islahatların sahibkar kəndlərinə aidiyyatı var, dövlət kəndlisinə aidiyyatı yoxdur. 1-3 olur cavabımız E bəndi 44-də. 45-ə baxırıq, doğru fikir nədir? Deməli, əvvəla Karl Martel imperator deyil, ikincisi də Karl Martelin adına siz harda rast gəlirsiniz? Poitiers döyüşündə. Digər tərəfdən də bu sadəcə bir məmurdur dövlətdə. A ona görə yanlış olur. C bəndinə baxıram. Frank dövlətində ilk qanunlar toplusunu Böyük Karl qəbul edib. Xeyr, Ludwig qəbul edib. Ona görə yanlış olur. Böyük Karl deyir, Poitiers döyüşündə iştirak edib. Yanlışdır. Poitiers döyüşündə dedik baş məmur Karl Martel iştirak edib. Frank kralı Ludwig Suassonda qalib gəlib. Dəfələrlə demiş ki, Ludwig Suassonda hələ hökmdar deyildi. B variantı doğru olur. Bu da dəfələrlə işlənmiş sual tiplərindən biridir. Bir-iki variantda dəyişiklik olubdur. Belə tez-tez franklardan suallar olur. Birinci şansda da var idi. Həm birinci, həm ikinci Qarabağ müharibəsinin oxşarlığı işlədiyimiz sual tiplərindən yenə biridir. Hər iki müharibə Rusiyanın vasitəçiliyi ilə əməliyyatlar dayandırılmışdır. İkini qeyd eləmək olar. Yerli puallar birinci Qarabağda yoxdur. Ərazi bütövlüyümüz birinci Qarabağda təmin olunmayıb. 2-4 olur. Füzuli Cəbrayılda həm 2016, həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ müharibələrində əməliyyatlar getmişdi. 47 də sadə və işlənmiş sual tiplərindən biri idi. Sasanilərin dövrünə aid olan ifadələr xostakdır. Uc demək Səlcuqlara aiddir. Qazı ərəblərin dövründən olurdu. Bir də olurdu təkcə A bəndi. Birə təkcə A-nı yazanda ilə B variantı ortaya çıxırdı. Şah Təhmasibdən Xudabəndə paytaxtın köçürülməsi 1555 Qəzvinə köçürdüb Təhmasib. Osmanlı ilə müharibələr hər iki hökmdarın dövründə olub. Osmanlı ilə müqavilə Şah Təhmasibin dövründə Amasya müqaviləsi var. Birə AS və digər tərəfdən Krım xanlığına daha doğrusu qalib gələn Təhmasib deyil. Burada Xudabəndədir. Hər ikisi də Səvi sülaləsinə məxsusdur. Deməli E bəndi olur cavabımız. Eradan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlət. Misal Fraspa döyüşündə deyək.
müttəfiq olmuşdu. Söhbət Atropatenadan gedir. Atropatenanın paytaxtı isə burada 2 Urmiyadan cənubda qeyd olunubdur. Demək cavabımız olur A bəndi. Heç yəni imtahanda uşaqları çaşdırmamaq üçün heç Albaniya belə verilməmişdi paytaxtı ki, elə fikirləri Atropatenaya yönəlsin və paytaxtı tapa bilsinlər. Qazan Həştərxanın oxşar cəhətləri, bu da təkrar suallardan biri olmuşdu imtahanda. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranıblar. Türk mənşəlidirlər. Rusiya tərəfindən varlıqlarına son qoyulubdur. Eyni əsrdə yaranıblar, eyni əsrdə süqut uğrayıblar. 4-cü İvan Bəyəxdəki varlıqlarına son qoyubdur. Yəni bu kimi oxşarlıqları demək olar, dediyim cavablardan biri A-da verilibdir. 51 çox maraqlı bir sual tipi idi. Birinci bənddə təbii ki, doğru yazılıb Eldəniz, ikinci bənddə Qızıl Arslandan söhbət gedir. Hər ikisinin ümumi cəhəti 1160 və təqribən 12-ci əsrin 90-cı illərində Qızıl Arslan Şirvanşahları tabe edib. Sultan titulu daşıması Qızıl Arslana aiddir. Dəbil əmirliyinin dövlətə birləşdirilməsi ümumi götürə bilmərik. Monqolların ümumiyyətlə bunların heç birinin aidiyyatı olmur. Fransada 3-cü Respublika dövrü 2-ci imperiyanın süqutu ilə başlayır və burada interval doğru qeyd olunubdur, hansı ki 1940-a qədər mövcud olur. Almaniyada nə baş veribdir? Müqəddəs Roman varlığına 1806-da son qoyulur. Sadova 1866-dır. Şimali Alman İttifaqı 66-dır. Konrad Adenauer'in, yəni ki, AFR-in ilk federal kansleri 1949-da yaranmışdı, nə əlaqəsi? Və monarxiya devrilir 1918, 9 noyabr tarixində Almaniyada monarxiya devrilmişdi. E bəndə olur. 52-də maraqlı düşündürücü sual tiplərindən biri idi. 2 dənə ardıcıl Osmanlı sualı var burada da. Osmanlıda durğunluğun geriləmənin daxili səbəbi nədir? Mərkəzi hakimiyyət nüfuzdan düşür, bəli. 2 xarici səbəbdir. Hərbi lensiyəm tamamilə ləğv olunur. Bu 2-ci Mahmudun dövründədir. Durğunluq geriləmənin daxili səbəblərində 1-4-ü qeyd etmək olar. 54 düşündürücü sual tipi idi. 1 burada demək, indiki İstanbul ərazisi qeyd olunub. 2 ilə burada indiki Misir ərazisi qeyd olunub. Əvvəllər Məmlük dövlət mövcudu idi. 3 də Şimali Afrika demək ərazisi idi ki, biz də burada təbii ki ardıcılığımız 1 ilə başlayır Konstantinopoldan. 1517-ci ildə Məmlüklərin varlığına son qoyulur və sonrakı tarixlərdə də Sultan Səlimdən sonra da Sultan Süleyman da Şimali Afrikada işğallar aparır və beləliklə Şimali Afrika Osmanlıya birləşdirilir. 1, 2, 3 olurdu ardıcıllığımız. Erkən Tunc dövrünə aiddir. Duluzçuluq, toxuculuq yarandı, neolitdir. 2 doğrudur, 3 doğrudur. Metaldan iş alətlər enolitdir. 5 doğrudur. 2, 3, 5. Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövrü 1969-82. Aid olmayan cəhətlər. Bakı metrosu 1967-dir, bir aid deyil. Kondisioner 75 aiddir. Kolxozçulara pasport 1959 onun dövrünə aid deyil. Ağdam Xankəndi 79 onun dövrünə aid olur. 1-3. Cümhuriyyətlə bağlı da qəbul eləyək ki, gəlin, rahat sual düşmüşdü. Baxağın, deməli, Azərbaycan türk dilinin dövlət dili elan olunması Gəncə dövrünə uyğun gəlir 27 iyun tarixində. Demək, parlamentin yaradılması haqqında qərarın verilməsi 18-20 noyabr Bakı dövrünə uyğun gəlir. Osmanlı Cümhuriyyətin müstəqilliyini tanıyır 18-4 iyun Batum müqaviləsi ilə Tiflis dövrünə uyğun gəlir. Cümhuriyyət torpaq paylamayıb, Cümhuriyyətin konstitusiyası olmayıbdır. Bu formada qeyd etmək olardı. Deməli, situasiyamız ABŞ-dən idi. Burada bir dənə situasiya ilə tanış olaq, çünki gözə yarı baxmışam. İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanı ticarətinin fəaliyyətini dayandırır. Demək, Saratogada baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Müharibənin gedişinə müstəqilliyini elan etmiş dövlət Qərbi Avropanın aparıcı dövlətlərinin demək köməyi ilə ingilisləri məlumatə uğrada bilmişdi. Deməli, mənbədə bəhs olunan dövrdə hansı Avropa ölkələri Amerikaya yardım etmişdi? Kimlərin adını çəkmək olar? Fransızların, İspanların, Hollandların 3 dövlətdir. Bunlardan ikisini yazıbsızsa təbii ki doğrudur. Digər tərəfdən İngiltərənin məğlub olmasının səbəbləri nələrdir? Əvvəla burada demək, ABŞ qüvvələri Səfəvlərin Osmanlıya tətbiq elədiyi yandırılmış torpaqdan istifadə edirlər. 1. Aleksandrın Napoleona tətbiq elədiyi demək, partizan mübarizəsindən istifadə edirlər. Təbii ki, onlar artıq uzun müddət orada məskunlaşdıqlarına görə Amerikanı öz vətənləri hesab edirdilər və onların ingilislərdən daha çox idi motivasiyası. Həm də müharibə İngiltərədən uzaq ərazidə gedirdi. İngiltərə ordusunun təchizatı beləliklə çətinləşirdi. Bax, bu kimi fikirlər qeyd etmək olar. Təbii ki, Avropa dövlətlərinin Amerikaya yardımını qeyd etmək olar. Amma o yazılıb, onu qeyd etmək olmaz, göstərilməyən deyirdi. Sizin də bu və buna bənzər və ya fərqli fikirləriniz varsa, şərhdə qeyd edərsiniz, müzakirə edərik.
60-da deyir ki, bəs müharibədə ABŞ qalib gəldi. Bəs bunun ki nəticəsi nə oldu? Elə bu arada 4 iyul dünəndə Amerikanın 250 illiyi idi. Yəqin onun şərəfinə Amerika situasiyası burada istifadə olunubdu. Amerikanın yaradılmasının 250 illiyi münasibəti ilə. Niyə qalib gəldi? Daha doğrusu qalib gəldi və nəticəsi nələr oldu? Hər bir halda bu Amerikanın nüfuzunu artıra bilər. Amerika ingilisləri məğlubiyyətə uğratdıqdan sonra ərazisini genişləndirmiş ola bilər. Beləliklə hansı ki Amerikadakı bu qalibiyyət, İngiltərənin bu məğlubiyyəti Avropada inqilabi hərəkatlara təsir göstərir. Bizim proqramımızda olmayan, amma Fransada olan inqilabi hərəkat elə Amerikadan bəhrələnmişdi. Və bu onu göstərdi ki, deməli vətəndaş cəmiyyəti formalaşmışdı. Dediyim kimi bu və ya buna bənzər sizin də nəticə və qeyd elədiyiniz cavablar varsa da, onları da şərhdə qeyd edərsiniz, müzakirə edərik. Və üçüncü qrupların situasiya suallarını və ümumilikdə bütün suallarının izahı ilə sizləri tanış elədim. Həyatınızın növbəti mərhələsində uğurlar arzu edirəm, əziz 11-cilər və məzunlarımız. Videonu izləyən və hələ aşağı siniflərdə təhsil alan abituriyentlərə də gələcək fəaliyyətlərində uğurlar arzu edir. Kanalımızı izləmədə qalmağınızı, kanalımıza abunə olmağınızı sizlərə tövsiyə edir. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.